Peyğəmbər cəmiyyətinin sağlamlığını müəyyən eləmək istəyirsənsə, onunla axırıncı həcdən qayıdan adamlar mücahiddir, Peyğəmbərin yanında döyüşüb. Namaz qılandır, oruç tutandır, Peyğəmbərlə birgə həcc eləyiblər. Həcc kimi böyük ibadətdən qayıdırlar. Baxırsan, hamısı abid, hamısı abidlər ordusudur, qayıdır, gəlir. Bu cəmiyyət içində Peyğəmbərin sözünün çəkisi nə qədərdir? Həmişə biz bu hədisin ikinci hissəsini təhlil edirik. Deyir ki, mən kuntu Mevla fəhazə aliyyum Mevla. Deyir, hər kimin Mevlası mənəm, Əli onun Mevlasıdır. Biz deyirik, Əli əleyhissalam məzlumdur. Xeyr, cümlənin birinci hissəsinə baxın. Kimin Mevlası mənəm? Deməli, Peyğəmbərin cəmiyyətində Peyğəmbər Mevla deyilmiş ki, Əli Mevla ola bilmədi. Cümlənin birinci hissəsinin önəmi var. Kimin Mövlası mənəmsə, Əli onun Mövlasıdır. Ya Rəsulullah, sən bu cəmiyyətin Mövlası ola bilmədin. Bu sənin azizliyin deyildi. Bu cəmiyyətin müxtəlif səbəblərdən uğradığı mənəvi düşkünlüyün səbəbindən idi. O cəmiyyətin mənəvi durumunu nə həc müəyyən elədi, nə namaz, nə oruc, nə zəkat, nə xums, nə cihad, heç nə.